Təxminənin Zaura xəyanət edib etmədiyini nəhayət ki tapdım. Gəlin sizə də bu barədə danışım. O idi. Spartakın yanındakı o idi. Təxminə. Bu məşhur səhnədə Zaur sanki Spartakın maşınında təxminəni görür. O, maşının ardıycan düşsə də onlara çata bilmir. Buna görə də tamaşaçıda həmişə sual yaranır ki, görəsən təxminə xəyanət etmişdi? Əsərin müəllifi Anar yazdığı təxminənin son sirri hekayəsində bu suallara aydınlığı gətirir. O yazır ki, maşındakı həqiqətən də təxminə idi. Spartak və təxminə birlikdə bağa gedirlərmiş. Lakin xəyanətdən söhbət gedə bilməz. Çünki təxminə həmin bağa gedəndə Spartaka deyir ki, bura sağollaşmağa gəlmişəm. Spartak bunu başa düşmür. Amma bizim yadımızdadır ki, filmin əvvəlində Zaurla təxminə məhz həmin bağa gəlmişdilər. Deməli, təxminə bura Zaurla sağollaşmağa gəlmişdi. Bəs sizcə Zaurun etdiyi hərəkət düz idi?